bacı kardeşi ikisi de mehriban idilər. Kənddə bir şeyim oldu. Hamısı mənim uşağımın üstünə attılar. Uşağın başı pozulmuşdu, gedənin başı pozulmuşdu. Bir çıxan söz-söhbət olmuşdu bacısı ilə, belə oldu. Sabirabadın Qardaşkənd kəndində qadın qətlə yetirilib. Onun aralarında yaranmış mübahisə zəminində qardaşı tərəfindən öldürüldüyü bildirilir. Aşamları bozuldu, sonra batsın fırlattılar, getdiler götürün qabağına ki batsın, buna görə veriblər. Çox mehriban bacı qardaş idilər, valla gözəl ailədirlər. Namaz qılan, oruç tutan, o qız o qədərinə təmiz qız idi ki, dayı söhbət yox idi, onun ağlına, namusuna, heç kim heç nə deyə bilməzdi, Allaha and olsun. Evdar idi, ayrılıb gəlmək. Buradan bilmirəm, bunlar nətər olub, orada boşanıb gəlib, Bakıdan gəlib, burada nətər olubsa, nə isti olub, nə isti öldürüb bilmirəm. Qeyd edək ki, 39 yaşlı Murtuz Məmmədov ov tüfəngindən atəş açıb. Bacısı 42 yaşlı Ülviyə Məmmədova aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Murtuz Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.